Ayten, peki gələsən bir Mən izləyicilər danışa bilmirəm ki, sevincini bölüş. mən elə deyə bilirəm ki, çox yəni xoşbəxtlikdə, yəni çox sağ olsunlar valla. Nə istər keçirdin o deyəcək ev dustaqlığı qətimkan tədbirini əvəz edir. Dondum qaldım da, yəni sevindiyimdən heç bilmədim neylədim. Arzun orada pis olmağına vəbşi şey oldu. Orada sevindiyimdən Arzu da nə hala düşdü. Şükürlər olsun, şükür. Təbii ki, gözün aydın. Allah razı olsun. Qurban olaram da. Allah köməyiniz olsun. İnşallah. Belə dostlar. Hoş gördük. Necədir vəziyyət? Nə var deyə əzizim? Minnətdaram, var ol. Tamam. Günün qəhrəmanları dostlar. Hamı deyir, hüquqları bir, amma dostlar 28 saylı vəkil bürosunun rəhbəri Hikmət Əliyev, bir də vəkillərimizin müəllimi, mən belə heç bir onu demək istəmirəm də, vəkillərimizin müəllimi Fərid Həsənov. Tarix Əliyev salam deyir sizə. Bir dəfə yığmışdım mən soruşum. Salam aleyküm, hər vaxtınız xeyir. O iki canavar vəkili də təbrik edirəm şəxsən. Əsas ona görə qoşulmuşam. Bir dənə tut Hikmət müəllimin üzünə şəxsən deyirəm. Salam aleyküm, təbrik edirəm. Qardaşım, uğurların bol olsun. Necə ki belə uğur qazandı. Sən Fərid müəllimi həm də səni təbrik edirəm. Yəni böyük bir uğurdu. Fərid müəllim salam. Salam. Hər közlə təbrik edirəm. Yəni bu gözəl uğur nəticəsində həqiqətən də uğurlu iş oldu Hikmət müəllim. Nətərsiz, keyfi sağ olsun. Vəkilin kefi bu yerdə necə olar? Hikmət müəllimi şəxsən təbrik edirəm, Fərid müəllim hər ikisini də. Onun kamerası var bu. Orxan ev dustağına buraxıldı, hə? Bəli. Hə, lap yaxşı, xeyirli olsun. İnşallah danışarıq. İnşallah, oldu da. Oldu, sağ olun, sağ olun. Bəli, bu 21 mindən də artıq ola bilər, söz yox. Ekranı bəyənirik dostlar. Hər birimiz ekranı bəyənirik. Ekranı bəyənirik, artırıq, paylaşırıq. Arzunun şad xəbərini paylaşırıq. Bu hörmətsizlik bizdə olmuş. Yaxları bildirdiniz ki, mən atanın Fuad çox söylüyor. Atanın ablusu 19 min adam var, bizdə amma 22 min. Hər birimiz dostlar takip atırıq, ekranı bəyənirik. Fadik çox sağ ol, Miri çox sağ ol. Mənə nə xoş ki, yəni hər biriniz onsuz qınıyırdınız məni. Mənə nə xoş ki, peşə bayramında xoş xəbər. Artıq mənə xoş xəbər deyin də, loy xəbər deməyin. Deməli, xoş xəbər də deyə bilirəm. Güclü vəkillərin sayəsində, ədalətli hakimlərin sayəsində xoş xəbər də deyə bilirik. Yəni, bizim məqsədimiz pis xəbər demək deyil. Ziko Dağlı, minnətdaram. Mən ümid edirəm ki, yəni bu canlıda bütün tiktokerlər hamısı həmrəy olub. Azdan çoxdan arzuma hörmətləri də var. Orxan, necəsən? Sağ ol əzim, sən necəsən? Mən Azərbaycan məhkəməsini təbrik etmək istəyirəm. İndi vəkillərin işi odur ki, vəkillər sağ olsunlar, vəkillər sübutlar yetirirlər. Amma mən bu günləri doğrudan düşünürəm ki, Azərbaycanın başda bizim Ali Məhkəmənin sədri İmam müəllim olmaqla bütün vicdanlı hakimlər, qanunu qoruyan hakimlər sağ olsunlar. Çünki buradan da Amalın ailəsinə demək istəyirəm ki, Allah yenə də Amala rəhmət edəsin. Amma təkəbbürlü insanların başını aşağı salır həmişə. Təkəbbürlü insanları nifrətə gətirir. Bu günləri siz bağışlamadınız, Sənubərin atası bağışlamadı.
70 bin, 40 bin bu söhbətlər qaldı qıraqda. Bu günləri hakimimiz belə bir qərar verdi ki, ev tutsaqlığı. Əminəm ki, Fərid müəllim, Hikmət bəy, bunlar inşallahdır ki, bu iş yenidən baxılacaq. Çünki bildiyimə görə bu iş yenidən istintaq, yenidən açdırılacaq və mən çox əminəm ki, Arzunun, Bəraətin bu iki möhtəşəm vəkillər qazanacaqlar. Ona görə təkəbbürlük heç kimə yaraşmır. Allah təkəbbürlü insanları sevmir. Azərbaycan xalqı vaxtında sizə yalvardı. Heç mən sizi tanımıram. Heç bilmirəm kimsiz, nəçisiz, amma gördünüz ki, özünüz mediaya yaydığınız atavızın vəzifəsi kimlərlə işləyib, bunlar sizə xeyir gətirmədi. Çünki təkəbbürlü elədiniz. Sonuncu dəfə mənə dediniz ki, yox, mən deyirəm, olan da sözünün iş olmayacaq. Bu devlər kiminsə atasının sözü ilə, anasının sözü ilə iş görmür. Söhbət bundadır ki, Allah Teala ədaləti sevir və biz məhkəmələrimizə həmişə inanmışıq. Hakimlərimizə inanmışıq, vəkillərimizə inanmışıq, qanuna inanmışıq və mən düşünürəm ki, Allah Teala heç bir balanı buradan mən əminəm ki, elə o uşaqların da elə çağırışı dəstək olur. Ona görə də Allah ölənə də rəhmət eləsin. Allah Arzunun da balalarına qovuştursun inşallah. Ev tutsaqlığıdır. Əsas odur ki, dəmir barmaqlılar arasında deyil. Allah yaxşı vəkillərimizi, yaxşı hakimlərimizi qorusun. Bu devlətdə bizim güvənəcəyimiz yer məhkəmədir. Haqq ədalətin bərpa olunan yer məhkəmədir. Allah Teala heç bir balanı, onun oğlu ki başını vururdu ya belə ya. Allah heç bir valideynə evladını belə görməyi nəsib eləməsin. Mənə də xoşdur ki, yenə deyirəm ki, yəni 2 yılda təbii ki, onun hökm xəbərini verdim, amma 22 yıl bu günləri Milli Mətbuat günüdür. Xoş xəbəri verdim. Mən də sevinirəm ki, məhz peşə bayramı günündə mən xoş xəbər verdim. İndi orada biri var tanımıram, biri o yanda bir yayım açıb, deyir ki, mən demişdim ki, 99% buraxacaqlar. 99% Allah bilir, vəkillər bilir, hakim bilir. Ona görə burada... Yəni mən bət xəbər vermək, mənim, yəni bir... İndi səndən məqsədim yox ki, yalanca bət xəbər verim. Mənə xoş ki, xoş xəbər verdim, ədalətli proses keçirildi. İnşallah bugün də qarşı tərəfin ailəsini canlı yayıma alıb, axşam vaxtı cəmaatın qanını qaraltmasında. Yəni ki, bu söhbətlər məncə yığılsa bu TikTok'dan. Arzum da məncə vəkilləri ona icazə verməyəcək. Məncə canlı yayıma çıxsınlar. İcazə verməyəcək. Mənə elə gəlir ki, Arzum canlı yayıma çıxmasın. Heç bir TikTok'ı, nə bilim, marketdə işləyən, nə bilim, özü nə bilim, neyiniyən Arzuya zəng vurub onun səsini canlı açılır, peşəkar bir canlı açılır, vəssalam, xəbər informasiya verilir. Görüntülər sizə təqdim olunub, tardı getdi, vəssalam. Bərinizin də tutulmağında Ramalın günahı oldu da, götürdü onun telefonla səsini yaydı. Hakimlər gördü. Ona görə heç kim Arzuma, Ayşə, o qız var ya Aytən onun yanında, ona zəng vurub onun səsini canlı efirdə verməyin, lazım deyil. Qoyun vəkillər işlərini görsünlər. O da qoy evində otursun, balaların... Məhkəmə istintaqı hələ davam edir, ona görə də bəli, lazım deyil, olmaz. Olmaz belə şeylər. Təbrik edirəm bütün Arzu sevənləri də. Mən də təbrik edirəm. Allah yenə də deyirəm, Amalın ruhu şad olsun. Məncə Amal bu günləri rahat yatacaq orada. Çünki insanlar ona bəddua eləməyəcəklər bacısının, anasının egosuna görə. Amal ruhu şad olsun. İnşallah da ki, vəkillərimiz də sağ olsunlar. Əsas da ki, qanunlarımızın keşiyində duran hakimlərimiz var olsunlar. Tanımıram hakimi, Elnur müəllimdir dün adını. Elnur Nuriyevdir, bəli. Allah var eləsin, ananı balalarına qovuşturmasa da o zindandan çıxardıb ev tutsaqlığı verdi. Sağ olsun inşallah. Möhtəşəm. Sağ ol Orxan. Sən də ki, heç şeyin narahat olma. Bu sənin peşəndir. Sən bunu eləməlisən. Yəni bu başqa nədir ki, heç nə. Tolik belə deyim ki, sən də nə qədər olmasa bizim sahibə olsan, uzun müddət aparıcı olsan, mən də bu Milli Mətbuat Günü münasibətilə mən səni də təbrik edirəm. Var ol qardaş, var ol. Allah pulla 50 manat, 100 manat alan o səhifələr vardı ki, Arzunu pisləyirdilər. Onlara da Allah insaf versin. İndi evinizə çörək aparanda indi bunu da yazın. Bunu da pulsuz yazın. Ailədən pul alıb yazdığınız xəbərlərin indi qarşılığında da bunu da yazın. Yəni xoş xəbər verən mənə xoş. Yəni heç düşünməsin ki, mənim qərəzim var. Yəni Orxan istəsə 30.000 dolar Orxanın yayımı. Niyə belə deyirsiniz ki, qurban olum? Orxan yayımlarında indi inşallah akşam ama mənim Orxandan bir xahişim var ki, karşı tərəfdən heç kimi qaldırma ki, çünki ehtiyac yoxdur. Və mən buradan demək istəyirəm ki,
Lərsə çıxır məhkəmədən qabaq deyir ki, mən deyirəm flankəsi 100% bağışlayacaqlar. Siz onu bilə bilməzsiniz. Onu hakimdən başqa heç kim bilə bilməz. Ona görə də hakimlərin hər birisi Azərbaycanda haqq ədalət var. Azərbaycanda qanunlar işləyir. Meyzə də burada gözün aydın Meyzə. Axırıncı dəfə səninlə mən Arzumun maması bir xanım danışdıq. Yadınızdadır, anasına da dedi ki, heç kimə gedib işləmək lazımdır. Azərbaycan qanunları işləyir. Azərbaycanda qanun var. Hakimlər qanunu yaxşı bilir. Heç bir hakim heç kimin atasının sözü ilə oturub durmur. Beləyə qalsa cənab prezidentin təyin elədiyi vəkilləri gecə ilə gəlirlər, səhər işdə olanda aparırlar, məhkəmə qarşısına çıxardılar. Azərbaycanda qanun da var, qanun şahdır. Heç kim öz qohumlarının, əqrəbələrinin harda işləməyindən istifadə eləməsin. Allah yaxşı hakimlərimizi qorusun. Allah Teala Arzunun da ailəsinə bir də bu belə şeyləri, nəinki Arzunun ailəsinə, elə Amalın da ailəsinə Allah səbir versin. Məncə Amalın da ailəsi, Şəfaya da, o xanımlara da deyər ki, canlı yayım açıb ağzınızdan gələn danışmayın. Çünki mənə elə gəlir ki, Arzum ev üstağına buraxılıbsa, vəkilləri inşallah peşəkardırlar. Onlar da Azərbaycanda olan bəzi xanımlar var ki, canlı yayım açıb ağızlarını Allah yoluna qoyublar. Onlar haqqında da Daxili İşlər Nazirləri şikayətlərini bildirsinlər ki, onlar canlı yayım açıb kiminsə şəxsi həyatını müzakirə edə bilməz. Çünki onların işi başqadır. Hərə öz işi ilə məşğul olsun. Burada necə deyərlər, 5-10 gün sevindiniz, dediniz, o günləri bir yayımda gördüm. Deyirlər ki, Arzum getdi orada 2 gün, 3 gün yatdı. Bizə bu bəsdir. Allah sizi 5 gün, 10 gün sevindirdi. İndi Allah da Arzum balalarını sevindirsin. Özünüzdən müğayət olun, Orxan atam. Var ol. Sənin də bayramın mübarək. Heç kimdə nə Arzumun ailəsinə pis sözlər deməsin, nə Amalın ailəsi haqqında pis sözlər yazmayın, nə Sənubər haqqında pis sözlər yazmayın. Allah Teala hamının yolunu açıq eləsin. İnşallah Hikmət müəllim, Fərid müəllim, bayaq Orxan necədir, vəkillərin müəllimidir. Yəni vəkillərə müəllimlik edib və bugün bir müəllim sevinir ki, onun şagirdləri, ondan yaşda 10 yaş, 20 yaş balaca olan insanlar qanunları gözəl bilirlər və Allah Teala yenə də mən buradan Ayşə əgər eşidirsə, Ayşə sənə deyirəm, sənin səsin bizim başımıza düşür, biraz orada çox qışqırırsan, eləmə yine bunu, o birisi tərəf yayım açıb, o birisi tərəfi təqdir eləməyin, olmaz, onların da acısı var. Elə bəlkə də bu məsələdən sonra ailə ilə özü gedib könüllü olaraq barışıq ərizəsini verər, çünki gördü ki, qanun yalnız barışmaqla olmur da, qanunun hər iki tərəfi var. Qanun sənə deyir ki, bağışla ginən, ədalətli ol. Amma bağışlamırsansa, qanun da səndən asılı deyil. Orada elə bir paragraflar var ki, orada heç bağışlanmağa ehtiyac da olmur. İşte var olun, Allah bugünü doğrudan xoş xəbər oldu. Çox sevindim Orxan. Necə deyim, bilmirəm, o Arzunun o uşağının başına vurmaq videosu mən sənə atmışdım. Mən sizə bir etiraf edeyim. Buradan bəlkə də Arzunun ailəsi qulaq asır. Arzunun həyat yox. Deniz, Orxan onu bilməyərək o həmən günü paylaşmışdı. Mən ona zəng vurub deyəndən sonra o Arzunun evlatlarının çıxışını görməmişdi. Ona görə o onu silmişdi və uşaqları paylaşmışdı. Orxanın qəlbində kin yoxdur. Orxan pis adam deyil. Çünki Orxan bəlkə də indi həyatda, bəlkə nədənsə indi xətrinə deyiblər, söyüblər onu. O da bir, amma Orxan qəlbində pis insan deyil. Mən pis insanları da tanıyıram. Bizim də az yaşımız yoxdur. Amma Orxan mən əminəm ki, sevinir. Çünki Arzumun çıxmağı onun da vicdanında biraz rahatçılıq tapdı. Çünki ilk dəfə o ailəni gündəmə gətirən də Orxan oldu və bu günləri Orxan rahat gedib evində yatacaq. Onun vicdanı onu incitməyəcək. Və bu günləri mən yenə də buradan Amalın ailəsinə deyirəm ki, Allah sizə səbir versin. Amma əziz ana, Azərbaycan xalqının daha da böyük sevgisini qazanmaq istəyirsinizsə, heç Arzumun sizə bağışlanmağı, onu sizin, mən bilirəm ki, Arzumun anası sizin evinizdə olanda siz onun üzünə demirsiniz ki, sənin 4 dənə nəvən də ölsə mənim umurumda deyil. Mən bilirəm, siz bunu əsəbə görə demirsiniz. Arzumun da anası bunu qəbul edib, demirsiniz ki, sənin nəvələrin ölsün, mənim oğlum ölüb, biz sizi başa düşürük. Amma mən sizin yerinizdə olsam, sabah gedərəm notariusa, orada Arzunu bağışlanmağım haqqında bir yazı yazaram və verərəm ona hakimə, deyərəm ki, biz onu kağız üzərində bağışlayırıq. Arzunun balaları günahsızdılar. Allah Amala da qəni-qəni rəhmət eləsin, yeri cənnətli olsun. Barışıq olmayıb, yox, barışıqsız da hakim ev tutaqlığı verə bilər. Yəni, ona görə də Allah Teala sizin də ürəyinizə rəhim salsın. Bu Məhərrəm ayında siz də evladınızın
rahat yatmasına göre, bu xalqın daha da böyük sevgisini qazanmağına göre bəlkə də inşallah bu addımı atarsınız. Allah sizi var eləsin. Allah Arzumun da anasının gözünü aydın eləsin, balalarının gözü aydın olsun. Bütün Arzumu sevənlər deməyək, Arzumun balalarına görə narahat olanlar. Çoxları Arzunu sevməyə bilər. Amma balalarına görə narahat olanlar bilsinlər ki, sağ olsun Hikmət müəllim, Fərid müəllim başda olmaqla bizim hakimlərimiz bu. Çünki apellyasiya məhkəməsində bildiyimə görə 3 hakim bu işə baxıb və 3 hakimin, düzdür, Orxan, Bəli, bəli, 3 hakim. 3 hakim olub da. Bəli, 3 hakim. Yəni 3 hakimin sonunda bir qərara gəlib də Elnur müəllimin rəhbərliyi ilə onu ev tutaqlığına azad eləməyi bu Azərbaycan məhkəməsinin aliliyidir. Azərbaycan məhkəməsinin heç kimdən aslı olmamağını göstərir. Azərbaycan məhkəməsi heç kimin təpkisi altında qalmır. Heç bir hakim heç kimin sifarişi ilə ya da tapşırığı ilə heç bir şey edəmir. Ona görə də var olsun Azərbaycanın yaxşı hakimləri. Sağ ol Orxan, çıxıram atam. Minnətdaram əzizim. Sağ ol atam, var ol. Var. Hə, dostlar, Meyza da qoşulmuşdu. Elə Meyza da bildirdi ki, belə o da deyirdi ki, yəni, ürəyim dalmışdı, yəni çıxacaq da. Əminliklə ürəyimə dalmışdı, yəni çıxacaq. O hissləri güclüdür. O da təbrik edir. Hə, Şaxta baba mənə xəbər vermişdi dünənlərim. Yəqin sən də sevinirsən, sən də öz xoş sözlər bilirəm. Yəqin nədir? Göylərdə uçuram bir dəqiqə. Arzumu göstər bir məndən bir nəmər. Yaxşı. Çıxsın göstərəcəm inşallah. Onu çalım aşağı inşallah çıxanda xəbər verəcəm. Mən çıxıram, mən gələcəm birazdan. Tamam. Xəbər verərsən mənə. Ol. Su içim. Dostlar, o gün olsun ki, bu xəbəri Roşka üçün verin. Bax, bunu qayd edin. O gün olsun ki, bu xəbəri Roşka üçün verin. O gün olsun ki, bu xəbəri Bəniz üçün verin.